Salam. Səninlə Sistem, Guru, Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Lazım gələrsə videoya fasilə vermək mümkündür. Sizi şirkətin bütün parametrlərini daha diqqətlə öyrənməyə dəvət edirik. İndi şirkətin cari fəaliyyətini təhlil edək. Magna International Inc. ticker MGA. Bu baxış 22 aprel 2025-ci il tarifinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru, Markets şirkət Magna International Inc. alt kateqoriyaya aiddir. Autoparts müqayisədə 38 şirkət iştirak edir və bu çox təmsil edicidir. Bu videonun sonuna doğru sifarişlərin həlli yollarını axtarın. Şirkət üçün ümumi nəticə 10 baldan 6 bal. Alt kateqoriya üzrə orta nəticə 2,4 bal. Geniş baxsanız, ümumilikdə bütün ABŞ fond bazarında. Bütövlükdə bazar üzrə orta nəticənin 1,8 bal olduğunu qeyd edə bilərik. Şirkətin 6 bal göstəricinə qarşı Magna International Inc. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Magna International Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görə bilərik. Magna International Inc. -32,6% dinamika göstərib. 6,5% alt kateqoriyası üçün qiymət dəyişikliklərinə qarşı. Bu mütləq heç nə demək deyil, amma bu faktı nəzərə almalısınız. Təşkilatın bazar kapitallaşması Magna International Inc. 9,9 milyard dollar dəyərində qiymətləndirilib. 270 milyard dollarlıq alt kateqoriyanın bazar kapitallaşması ilə Magna International Inc. 3,367% paya malikdir və alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 11,51 milyard dollar həcmində qiymətləndirilir. Və alt kateqoriyanın balans kapitallaşması 68 milyard dollardır. Magna International Inc. 16,936% pay təşkil edir. Birja səhmlərini və balans dəyərini müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Magna International Inc. alt kateqoriyada fond bazarının kapitallaşması qiymətləndirildikdə 3,367% təşkil edir. Balans dəyəri 16,936% təşkil edir. Bu, bazar dəyərinin 403% artması deməkdir. Alt kateqoriyada təşkilatın bazar və balans kapitallaşma payının qiymətləndirilməsi yaxşı 1 bal. Təşkilatın maliyyə öhdəlikləri 7,26 milyard dollar təşkil edir. Borcun balans dəyərinin 61%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri üzrə nəticə dözümlü 0 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 9. 19,6 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 54% aşağıdır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə bazar dəyəri göstəricisinin mənfəətinə qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 1009 təşkil edib. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin ilkin olaraq 1,695 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 67,9% çoxdur. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlir balansına nisbəti 0,2-yə uyğundur. 0,9 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 78% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bazar qiymətinin onun gəlirinə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 42,850 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 60,190 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 40% çoxdur.
Alt kateqoriyadakı göstəricilərlə müqayisədə təxmin edilən gələcək gəlirin göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış marjası 2,4%, alt kateqoriyada isə orta hesabla 4,8% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 2,4% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi dözümlü 0 bal. Alt kateqoriya işçilərinin sayına görə şirkətin payı 13,913% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 313% çoxdur. Və bu, şirkətin bazar qiyməti arasındakı uyğunsuzluğu əks etdirir. Magna International Inc. çox güman ki, qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $53.000-dır. Alt kateqoriyada isə $221.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 76%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının həcminin qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəət $5,900-dır. Alt kateqoriyada orta $11,300. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 47%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisi üçün mənfəətin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin hər bir işçisi üçün gəlir payı $252.000-dır. Alt kateqoriyada $235.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 7%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən gəlirin qiymətləndirilməsi yaxşı 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 2,9%, alt kateqoriya üzrə orta hesabla 2,5% təşkil edir. Bu qısa sıxılma göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %40 səviyyəsini göstərir. Magna International Inc. Alt kateqoriya üçün bu səviyyə 44%-dir. Texniki baxımdan alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə təxminən eyni kotirovkaya malikdir. Magna International Inc. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təqribən $32,24 təşkil edir. Şirkətin səhmləri üçün konsensus qiyməti $42,14 ətrafındadır. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 31%-dir. Sizin üçün mövcud olan sifariş cədvəlinə keçək, link bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm səhm qiymətləndirmə məlumat sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin qiymətləndirilməsi nəticəsində Magna International Inc. Məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilib. Bir səhm üçün $32,25 qiymətində alış sövdələşməsini açın. Sifariş açıqdır, çünki şirkətin kifayət qədər yüksək reytingi var. Təşkilat qiymətləndirmə metodologiyası AKİMin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 35 səviyyəsində müəyyən edilmişdir. Stop loss 29-15 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra əməliyyat 22 may 2025-ci il tarixdə mübadilə sessiyasının sonunda müstəqil olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker, DRA və N, balans satış sifarişi olacaq. Balanslaşdırma qaydası ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birini bağlayarkən, əsas və ya balanslaşdırma. İkinci sifariş avtomatik bağlanır.
Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun Guru Markets. Siz həqiqətən də planetin ən mükəmməl tamaşaçısınız.